Rusiya ilə Azərbaycan arasında təmaslar heç vaxt tam dayanmayıb. Bu sözləri Kremlin sözçüsü deyib. Bugün 12 oktyabr tarixli və Gündəm xəbərin efirində bir siyasi açıqlamanın diqqətini isə çatdıracağıq. Belə ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr heç vaxt tamamilə kəsilməyib. Gündəm xəbər Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyalı jurnalist Pavel Zarubinə Azərbaycanla bağlı açıqlaması zamanı bildirib. Peskovun sözlərinə görə iki ölkə arasında dialoq müxtəlif səviyyələrdə, o cümlədən administrasiyalar və köməkçilər xətti ilə də davam edib. Təmaslar heç vaxt tam dayanmayıb. Onlar davam edirdi. Administrasiyalar və prezident köməkçiləri səviyyəsində də, deyə Kremlin sözçüsü Dmitri Peskov Rusiyalı jurnalist Pavel Zarubinə Azərbaycanla bağlı olan suallara cavablandırarkən belə bir fikri səsləndirib.